Və məsələn, misal gətirirəm də sizə də, nə qədər həkim var. Seçirsən, məsələn, 10 dənə həkimdir, eyni sahədə ya. Axtar, araşdır və azadlıq verilib sənə. Get haqqında araşdır, xəstələrini dilləndir, neyini təhqiqat apar, tədqiqat apar, neyini sən elə dəqiqləşdir, birini seçdin, elədir, birini seçdin. Hələ nə qədər qapıdan içəri girməmsən, yəni ixtiyarın özündədir. Qapıdan içəri girdin, artıq mütəxəssisə verirsən bu şeyi. Yaxşı, şuurlu məsələlər sənin idi, fitri məsələlər əla, özün. Amma fiqhi məsələ ki var, yuxarı qalxmaq. Yuxarı qalxmağı mütəxəssisə demək lazımdır. Yəni, tikinti ilə məşğul olan sənin üçün bina tikərdə, məsələn, diş doktoru gəlib sənin üçün bina tikməyəcək ki, hissə-hissə qəbul eləməlisən də, əvvəl bunu qəbul elədim. Yaxşı, dini qəbul eləmirsən, eləmirsən, eləmə. Amma eləyəndən sonra başqa bir mövzu açılır. Eləmirsən, başqa bir mövzu açılır. Bunları bir-birinə qarışdırmaq lazımdır.